Salam. Bugün mən sizə bitki və heyvan hüceyrələrinin quruluşu haqqında danışacağım. Bu mövzuda biz plastid, vakuol, mitoxondri və ribosomun nə olduğunu öyrənəcəyik. Deməli, mikroskop təkmilləşdikcə bitki və heyvan hüceyrələrinin quruluşu haqqında yeni bilgilər əldə olunurdu. 19-cu əsrdə Alman botaniki Schleiden bitki hüceyrəsi haqqında əsas materialları toplayaraq ümumiləşdirdi. 1839-cu ildə Alman zooloqu Schwann isə öz müşahidələrdə Schleidenin elmi əsərləri ilə müqayisə edərək belə qənaətə gəldi ki, heyvan və bitki hüceyrələri quruluşca oxşardır. Deməli, bitki hüceyrəsi haqqında məlumat verən alim Schleiden oldu. Schwann isə heyvan hüceyrələrinin bitkilərlə müqayisə edib hüceyrəvi quruluşa malik olduğunu dedi. Bitki və heyvan hüceyrələrinin bir-birindən fərqli cəhətləri nədir? Biz bunu bu dərsdə öyrənəcəyik. Bitki hüceyrəsinin sitoplazmasında heyvan hüceyrəsindən fərqli olaraq çoxsaylı kiçik cisimciklər şəklində olan plastidlər mövcuddur. Onlar sitoplazmadan iki membranla ayrılır. Deməli, sitoplazmadan iki membranla ayrılan orqanoidlərdən biri plastidlər oldu. Bitkinin yaşıl rəngli plastidləri xloroplastlar adlanır. Plastidlər özü üç cür olur. Xloroplastlar, xromoplastlar və leykoplastlar. Leykoplastlar rəngsizdir. Xromoplastlara biz rəngli plastidlər deyirik. Bunların sarı, narıncı, qırmızı rəngləri olur. Xloroplastlar isə yaşıl rəngli plastidlərdir. Xloroplastlara yaşıllıq verən xlorofil pigmentidir. Xloroplastlarda fotosintez prosesi baş verir ki, bitkinin digər hissələrinə müxtəlif rəng verən plastidlər isə xromoplastlar adlanır. Rəngsiz hissələri isə leykoplastlara rast gəlirik, bayaq qeyd etdiyim kimi. Burada plastidləri üç yerə bölüb, deməli, leykoplastlara biz rast gəlirik. Ehtiyat qida maddələri, nişasta, yağ, sular toplanır və burada kartofun yumrusu verilib. Kartofun yumrusu da gövdənin şəkil dəyişməsidir və burada ehtiyat halında nişasta toplanılır. Xloroplastlara isə payızlar yaşıl yarpaqların saralmasına misal göstərə bilərik. Burada xlorofil pigmenti parçalanır və yaşıl rəngli xloroplastlar xromoplastlara çevrilir. Xloroplastlar isə günəş şüalarından istifadə edərək üzvü maddə hazırlayır ki, bunlar da bitkinin digər hissələrində, məsələn, leykoplast şəklində ehtiyat halında toplana bilər. Bitki və heyvan hüceyrələrində sitoplazmadan iki membran ilə ayrılan orqanoidlərdən biri də mitoxondridir. Deməli, iki membranlı orqanoidlərə biz az öncə qeyd etdiyimiz plastidlər və indi qeyd etdiyimiz mitoxondrilər aiddir. Mitoxondrilərinin daxili membranı qırışlar əmələ gətirir ki, biz bunlara krista deyirik. Krist sözünün mənası pipik və yaxud çıxıntı deməkdir. Mitoxondrilər, mitos saptel, xondri sözünün mənası dən, dənəvər deməkdir. Sitoplazmadan bəzi üzvü maddələri və oksigeni udur. Karbon qazını isə xaric edərək hüceyrə səviyyəsində tənəffüsü həyata keçirir. Deməli, mitoxondri üzvü maddələri və oksigeni uddu, karbon qazını xaric etdi və hüceyrə tənəffüsünü həyata keçirdi. Hüceyrə sitoplazmanın hərəkətində və digər vacib həyati proseslərdə tənəffüs nəticəsində ayrılan enerjidən istifadə edir. Heyvan və bitki hüceyrələrinin burada quruluş verilib. Bunlar arasında gəlin oxşar və fərqli cəhətlər nələrdir, onlara baxaq. İndi isə gəlin fəaliyyət hissəsində bitki və heyvan hüceyrələrini müqayisə edək. Burada həm bitki, həm heyvan hüceyrəsinin şəkli təsvir olunub və buradakı fikir versək şəklə görərik ki, bitki hüceyrəsinin xarici qılafı qalındır. Heyvan hüceyrəsində isə bu nazikdir. Bitki hüceyrəsində qılaf hüceyrə divarı adlanır və onu qoruyur. Heyvan hüceyrəsinin xarici qılafı isə nazikdir və qlikokaliks adlanır. Sonra bunlar arasında hər ikisinə aid olan orqanoidlərdən biri ribosomdur. Ribosom böyük və kiçik hissədən ibarət dəyirmi cisimcikdir. Ona bütün canlı hüceyrələrdə rast gəlinir. Ribosomun əsas funksiyası zülal sintez etməkdir.
Zulal canlıların yaranmasında, inkişafında müstəsna əhəmiyyəti olan və orqanizmdə müxtəlif funksiyalar yerinə yetirən təbii birləşmədir. Biz zulallara hüceyrənin sitoplazmasında rast gələ bilərik. Belə ki, bunlar dənəvər endoplazmatik şəbəkənin üzərində ola bilər ribosomlar. Ribosomlar mitoxondrinin daxilində də ribosomlar vardır. Xloroplastların daxilində də ribosomlar yerləşir. Deməli, ribosomlara biz həm mitoxondridə, həm xloroplastların, yəni plastitlərin daxilində, həm də endoplazmatik şəbəkənin üzərində rast gəldik. Bitki hüceyrəsini fərqləndirən xüsusiyyətlərdən biri yaxşı inkişaf etmiş vakuolların olmasıdır. Burada da şəkildə də verilib, vakuolu bitki hüceyrəsinə aid edib, amma heyvan hüceyrəsində vakuol yoxdur. Lakin vakuolda hüceyrə şirəsi toplanır. O sitoplazmada membran vasitəsilə ayrılır. Vakuol bir membranlı orqanoiddir. Vakuolun daxilində hərəkət olmur. Orada müxtəlif maddələr, qida maddələri toplanır ki, hüceyrə şirəsi. Bu da bitkiyə müəyyən dad verir. Məsələn, üzümə şirin meyvələrində glikoza, limonda limon turşusu olur. Vakuol bəzi heyvanlarda da rast gələ bilərik. Məsələn, ibtidai heyvanlarda. Bu da suda həll olan ehtiyat qida maddələri bitkilərdə toplanılır. Ancaq heyvanlarda isə bu bədənin ifrazat məhsullarının xaric edilməsində rol oynayır. Amma ali heyvanlarda, yəni onurğalı heyvanlarda biz vakuola rast gəlmirik. Sonra isə biz sitoplazmanı həm bitki, həm də heyvan hüceyrəsinə aid edirik. Bu onlar üçün ortaq olan bir cəhətdir. Nüvə, ekariot hüceyrələrdə nüvə var. Heyvan hüceyrəsi də, bitki hüceyrəsi də ekariot hüceyrələrə aid olduğu üçün hər ikisi üçün bu ortaqdır. Plazmatik membran isə bütün canlı hüceyrələrə xasdır. Nüvənin özü də qeyd edim ki, iki membranlıdır. Deməli, iki membranlı olanlar mitoxondri, sonra plastitlər və nüvədir. Ribosomun isə membranı yoxdur. Plazmatik membran hər ikisi üçün ortaqdır. Hüceyrə divarı yalnız bayaq qeyd etdiyim kimi bitkilərə məxsusdur. Mitoxondri isə hər ikisinə məxsus orqanoiddir. Nüvənin ətrafında isə olanlar burada işarə etməyib. Biz qeyd edək, bax bu hissədə olanlar endoplazmatik şəbəkədir ki, bu endoplazmatik şəbəkənin iki forması var. Hamar endoplazmatik şəbəkə və dənəvər endoplazmatik şəbəkə. Endoplazmatik şəbəkənin özü də bir membranlı orqanoiddir və hamar endoplazmatik şəbəkə lipidlər və karbohidratlar sintez olunur. Və beləliklə həm bitki, həm heyvan hüceyrəsində, quruluşunda ümumi əlamətlər qılafın, nüvənin, sitoplazmanın olması, sonra hər ikisində ribosomun, plazmatik membranın olmasıdır ki, mitoxondri hər iki hüceyrədə var. Lakin yalnız bitkiyə xas olan vakuoldur ki, bitkidə və ibtidai heyvan hüceyrələrində var. Sonra hüceyrə divarı sadəcə bitkilərdə var. Lakin heyvanlarda bu nazikdir, glikokaliksdir. Bitki hüceyrəsində isə qalında hüceyrə divarı adlanır. Plazmatik membran qeyd etdiyimiz kimi hər ikisində var. Nüvə hər ikisində var. Ribosom isə bütün canlılara xas olan bir orqanoiddir.